Maksim Rusan, İrina Podzorova, əlaqəçinin gündəliyi, xülasə Voronej yaxınlığındakı bir qəsəbədə yaşayan 1994-cü ilin yay axşamında 13 yaşlı İrina Podzorova Kirxidon adlı yad planetinin dəvətini qəbul edərək üçbucaq formalı kosmik gəmi ilə onun doğma planeti Darala, Kasiopeya bürcünə səyahət etdi. Bu hadisədən və digər fiziki təmaslardan sonra yad planetli alimlərlə görüşərək İrina şuurlu şəkildə bütün həyatını yer sakinlərinə, ulduzlar arası ittifaqın galaktika sivilizasiyalarından aldığı bilik və məlumatları çatdırmağa, həsr etməyə qərar verdi. İrinanın icazəsi ilə yad planetli bazalarda İrinanın bədəninə üzvi mikroqurğular, ziplər yerləşdirilib. Bu qurğular onu daim dünya xaricindən olan mütəxəssislərlə birləşdirir və bənzərsiz dərəcədə təmiz iki tərəfli əlaqə kanalını təmin edir. İlk təmas günündən etibarən İrina şəxsi gündəlik aparıb və məhz bu qeydlər əlaqəçinin gündəliyi kitabının əsasını təşkil edib. Bu kitabı oxuyaraq insanların kimlər tərəfindən hansı üsullarla və hansı məqsədlə yaradıldığını öyrənəcək, indiyə qədər naməlum qalmış tarixi faktlarla tanış olacaqsınız. Siz həmçinin bütün mənəvi təlimlərin kimlər tərəfindən və hansı məqsədlə bizə çatdırıldığını, onların gerçək mahiyyətini anlayacaqsınız. Bundan əlavə, hər bir ruhun fiziki dünyaya növbəti doğuluşundan öncə və sonra hansı yolu keçdiyini kəşf edəcəksiniz. Kitabda həmçinin yad planetli sivilizasiyalar haqqında geniş məlumat və İrinanın ulduzlar arası ittifaqın gəmiləri ilə müxtəlif planetlərdə etdiyi fiziki səfərlərin detallı təfsirləri yer alır. Maksim Rusan, İrina Podzorova, əlaqəçinin gündəliyi, fiziki və astral təmaslar, ulduzlar arası ittifaqın galaktik sivilizasiyaları ilə Kasiopeya layihəsinin könülləri qrupu bu kitabın hazırlanmasında göstərdikləri dəstəyə görə Nikausa Kasinobiolog, Esler planeti və Likioniya astral əlaqələr üzrə mütəxəssis Şimal planeti dərin minnətdarlığını bildirir. İlkin əlaqə. Birdən qarşıda toranlıq içində iri qara üçbucaq gördüm. O üfüqi şəkildə üç dayağın üzərində dayanmışdı. Mərkəzində bir qapı seçilirdi və ondan yerə doğru kiçik bir pilləkən uzanırdı. Qapının yanında isə 5 uzun, qaranlıq fiqur dayanmışdı. Yaxınlaşdıqca gördüm ki, onlar insandan qat-qat hündürdür. Təxminən 3 metr boyunda. Boyunları yox idi. Başları birbaşa bədənləri ilə birləşirdi. Üz nahiyəsində iki parlaq sarı göz yanırdı. Üçüncü qırmızı rəngli göz isə biraz yuxarıda, alın hissəsinin ortasında yerləşirdi. Belə demək mümkündürsə. Onlardan biri qəfil, səlis bir rus dili ilə soruşdu. Sən kimsən? Mən İrinayam. Bəs sən kimsən? Mən Kirxitonam. Bizimlə uçmaq istəyirsən? Ailə. Salam, mənim adım İrina Podzorovadır. Gəlin tanış olaq, əziz oxucular. Əvvəlcə sizə özüm haqqında danışmaq istəyirəm. Hər şeyin başlanğıcından. Mən sadə bir kəndli ailəsində doğulub böyümüşəm. Voronej vilayətinin Povorinski rayonunda yerləşən kiçik Peski qəsəbəsində atamı heç vaxt görməmişəm. Məni anam və nənəm böyüdüb. Anam rayon mərkəzindəki radio detallar zavodunda keyfiyyət nəzarətçisi işləyirdi. Ona görə də əsasən nənəm mənə baxırdı. Lakin sonra azad respublikaların sarsılmaz ittifaqı çöktü və
Milyonlarla keçmiş Sovet vətəndaşının taleyi bu dağıntılar altında qaldı. Bizim ailəmiz də bu burulğanın içində idi. Zavod bağlandı, anam işdən çıxarıldı, nənəmin pensiyası isə daim gecikməyə başladı. Mağazaların rəfləri boşaldı və nəhayət ən vacib ərzaqlar üçün talon sistemi tətbiq olundu. Cəmi 5 yaşım olmasına baxmayaraq, o dövrü yaxşı xatırlayıram. Nənəmlə birlikdə talonlara ərzaq aldığımız mağaza, böyüklərin qayğılı sifətləri, kənd sovetinin qarşısında toplaşan narahat kütlə, anamla nənəmin gələcəklə bağlı qorxu və ümidsizlik dolu söhbətləri. Anam kiçik ticarətlə məşğul olmağa başladı. Son pulları ilə yerli sakinlərdən yun şallar alıb, onları şimal şəhərlərində Petrozavodsk, Çita, Tumen və sair yerlərdə satırdı. Beləliklə o, əvvəlki dövrdə alverçi kimi qəbul edilən biri olsa da, qısa müddət ərzində hörmətli bir insana, demək olar ki, biznesmenə çevrildi. Belə yaşadım və böyüdüm. Hər zaman təbiətdə səhərdən axşama qədər uşaqlarla küçədə oynayırdım. Axşam isə nənəm məni oxumağı və hesablamağı öyrədirdi. Sonra yaxşı gecələr balacalar verilişinə baxırdım və yuxuya gedirdim. O zamanlar heç bir anormal hadisə xatırlamıram. 1-ci sinifə 8 yaşımda getdim. Belə qərar verdi anam. Amma bizim kənddə bu nadir hal deyildi. Bir çox valideynlər belə edirdi. Məktəbə, hansı ki 3 kilometr məsafədə idi. İkinci gün özüm piyada getdirdim. Kənddə böyüklər uşaqlara çox diqqət etmirdi. Hər bir addımım üzərində nəzarət edən yox idi. Əlbəttə sinifdə hər şey vardı. Mübahisələr, davalar və bir çox başqa şeylər. Mən yaxşı oxuyurdum. Xüsusən oxumaq, təbiət elmləri və oxumaq mənə çox xoş gəlirdi. O vaxtlar anam yerli fermada mal qoyunu olaraq işə düzəlmişdi. Vəziyyət çox yaxşı olmasa da o evə pulsuz süd gətirə bilirdi. Nənəmin pensiyası da artıq gecikmirdi. Beləliklə maddi baxımdan vəziyyətimiz yaxşılaşdı. Anam tez-tez məni axşamları fermaya aparır. Orada mən donuz cığazları yedizdirirdim və inək sağma aparatı ilə işləyən sağmal qadınları izləyirdim. Sonra isə 1996-cı ilin 20 yanvarı gəldi və bu bizim ailə təqvimimizə qara günə çevrildi. Nənəm vəfat etdi. O dəfnindən təxminən 2 ay sonra isə fermada işləyən yer bağlandı. Anam pul üçün əl işi ilə şallar toxumağa başladı. İşsizlik bürosuna qeydiyyatdan keçdi. Tək anam kimi məndən uşaqlıq müavinəti alırdı. Amma bu ancaq arada bir çətinliklərlə ailəmizin çətinliklərini yüngülləşdirmək və məni məktəbə göndərmək üçün kifayət edirdi. Xüsusilə qışda çətinliklər çox idi. Çünki yayda anamla biz tez-tez zəngin adamların bağlarında və ya heyvan fermasında az maaşla ya da sadəcə yemək qarşılığında işləyirdik. Biz təkcə belə yaşamırdıq. Bəzi ailələrdə harada ki bir neçə uşaq vardı, böyüklər də iş tapa bilmirdilər. Onlara daha çətin olurdu. Çünki mən anamın təkcə uşağı idim. Amma hər yay demək olar ki pioner düşərgəsində istirahət edirdim. Çünki anam tək ana statusuna sahib olduğu üçün mənə pulsuz bilet verilirdi. 3 həftə boyunca hər gün uşaqlarla çaya gedirdik, oyunlar oynayır, qruplar arasında yarışlar təşkil edirdik. Düşərgə yeməkxanasında verilən yeməklər mənə dünyanın ən yaxşı yeməyi kimi görünürdü. Hər gün koklet, ya balıq, meyvə şirələri, süd, kərə yağı və evdə nadir hallarda tapılan digər məhsullar.